böyük qayıdış çərçivəsində Kəlbəcərə sadəcə 5-ci köç mərhələsi həyata keçirilib. Bu dəfə 27 ailə, ümumilikdə 118 nəfər doğma yurduna qayıdıb. Onların arasında şəhid ailəsi üzvü, müharibə əlili və müharibə veteranlar da var. Ailə başçılarına mənzillərin açarları təqdim olunub. Qeyd edək ki, həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksək sürətli internet xətləri ilə təmin olunub. Bu köçü həm də qürurlu və daha da bizim üçün dəyərli edən məqamlardan biri də məhz Vətən müharibəsi qəhrəmanı polkovnik leytenant Anar Əliyevin ailəsinin də məhz köç edən sakinlərin arasında yer almağıdır. Bu bizim üçün böyük bir qürurdur. Bir sözlə onu deyə bilərik ki, Kəlbəcərimizdə yanacaq hər yeni bir işıq Azərbaycanımızın gücünü və qüdrətini göstərir. Bununla da şəhərin bir yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 135 ailənin qayıdışı təmin edilib. Onu da qeyd edək ki, Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Dayanıqlı məskunlaşmanın təmin olunması və sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir.